Ölkəmizi qarış-qarış gəzdik, gəldik hara? Xızının Xələnc kəndinə. Vətən müharibəsi şəhidimiz Natiq Verdiyev bu kənddə doğulub və onun ruhu çəkib gətirdi bizi bura. Ümumiyyətlə Xızıya ilk səfərimdir, ilk təəssüratlarımdır, möhtəşəmdir və çox peşmanam ki, bugünə kimi niyə mən Xızıya gəlməmişəm, Xızını görməmişəm. Gözəl insanları, gözəl havası, suyu möhtəşəm. Elə gələndən də maraqlı kadrlar çəkmişik, gözəl müsahiblərimiz var. Sizinlə bölüşəcəm bunların hamısını və istədim ki, təəssüratlarımı sizinlə bölüşüm. Çünki neçə müddətdir bu səfəri arzulayırdım, bura gəlmək istəyirdim. Nəhayət ki, qismət bugünə imiş. Yeni ilin ilk çəkilişlərini biz Xələnc kəndindən başladıq. Uğurlu olsun, xeyirli olsun. Ötən il olduğu kimi bu ildə sizi Azərbaycanımızı qarış-qarış gəzərək kəndlərimiz haqqında məlumatlandıracağıq və bizi izləməyi unutmursunuz. Səhifəmizə mütləq abunə olun. Azərbaycan televiziyasının orada bir kənd var layihəsini bu il ərzində də kəndlərinizdə görəcəksiniz.